Bədəninizdə yığılan toksinlər sizi yorğun, halsız və hətta xəstə edə bilər. Amma çox insan bilmir ki, qanı təbii yollarla təmizləmək mümkündür. Hətta bunun üçün heç bir dərmana ehtiyac yoxdur. Bəzi qidalar var ki, onlar qanınızı toksinlərdən, ağır metal və zərərli maddələrdən təmizləyərək sizə daha sağlam bir həyat bəxş edə bilər. Və ən maraqlısı nədir bilirsinizmi? Bu qidaların bəzilərini çox az insan tanıyır. Bəs hansı qidalar qanın daha saf və təmiz olmasına kömək edir? Hansı təbii vasitələr sizi xəstəliklərdən qoruyur? Orqanizmini bərpa edir. Cavablar sizi təəccübləndirəcək. İndi isə gəlin sağlamlığınızı dəyişdirəcək həmin möcüzəvi qidalarla tanış olaq. 1. Spirulina. Təsəvvür edin ki, bir qida var və o bədəninizi toksinlərdən təmizləyərək qanınızı saflaşdırır. Və bu nə dərmandır, nə də bahalı bir müalicə üsulu. Bu sadəcə təbiətin bizə bəxş etdiyi möcüzəvi bir yosundur. Spirulina qanı ağır metallar, zərərli maddələr və toksinlərdən təmizləməyə kömək edir. Bədəninizi təravətləndirir, qan dövranını yaxşılaşdırır və immun sistemini gücləndirir. Bu yosun tərkibində çoxlu vitaminlər və minerallar saxlayır. Onun tərkibində güclü antioksidantlar hüceyrələri qoruyur və qanı təmizləyərək oksigen bədənə daha yaxşı çatmasına təmin edir. Əgər bədəninizdə yorğunluq, halsızlıq hiss edirsinizsə və dəriniz solğun görünürsə, spirulina sizin üçün əla seçim ola bilər. Gündəlik rasionunuza kiçik miqdarda əlavə edin və bədəninizin necə dəyişdiyini özünüz görün. 2. Qara zirə toxumu. Qədimdən bəri insanlar bir toxumdan dərman kimi istifadə ediblər. Hətta deyirlər ki, bu toxumdan başqa hər xəstəliyin çarəsi var. Bu qara zirə toxumudur. Qara zirə toxumu qanı təmizləməyə və bədəndən zərərli maddələri atmağa kömək edir. Onun güclü təsiri sayəsində qan damarları genişlənir, dövran yaxşılaşır və bədən daha çox oksigen qəbul edir. Üstəlik qanı qururlaşdıran tromblar yaranmasının qarşısını alır. Bu da ürək və beyin üçün əvəzolunmaz bir təsirdir. Hər gün bir çay qaşığı qara zirə yağı və ya toxumu qəbul etsəniz, qısa müddətdə enerjiniz artdığını və bədəninizin daha sağlam olduğunu hiss edəcəksiniz. Əgər təbii və güclü qan təmizləyici axtarırsınızsa, qara zirə toxumu sizin üçün ən doğru seçimdir. 3. Çovundur yarpağı. Çox insan çovunduru tanıyır və faydalarını bilir. Amma maraqlıdır ki, çovundurun yarpaqları özü qədər bəlkə də ondan da faydalıdır. Bu yarpaqlar qanı təmizləyən və bədənə enerji verən ən güclü təbii qidalardan biridir. Çovundur yarpağı qan dövranını sürətləndirir və oksigen orqanlara daha yaxşı çatmasını təmin edir. Onun tərkibindəki təbii nitratlar damarları genişləndirir, qanı durulaşdırır və toksinlərin bədəndən çıxmasını sürətləndirir. Həmçinin qaraciyərin daha yaxşı işlənməsinə kömək edərək qanınızı təmizləməyinizə dəstəkləyir. Əgər yorğunluq, baş ağrısı və ya halsızlıq hiss edirsinizsə, qida rasionunuza çovundur yarpağını əlavə edin. Onu salatlara, simüzlərə və ya yeməklərə qataraq istifadə edə bilərsiniz. Bir müddət sonra özünüzdəki dəyişiklikləri görəcək və bu möcüzəvi bitkinin gücünü hiss edəcəksiniz. 4. Zəncəfil. Zəncəfil sadəcə soyuqdəymə üçün deyil, həm də qanı təmizləyən ən güclü təbii vasitələrdən biridir. O qan dövranını sürətləndirir, damarları genişləndirir və toksinlərin bədəndən çıxmasına asanlaşdırır. Zəncəfilin tərkibindəki güclü antioksidantlar qaraciyərin fəaliyyətini dəstəkləyir və qanı zərərli maddələrdən təmizləyir. Həmçinin qan laxtalanmasının qarşısını alaraq damar tıxanıqları azaldır. Bu da ürək-damar sağlamlığı üçün olduqca vacibdir. Zəncəfil çay kimi dəmləyib içə bilərsiniz, təzə şəkildə yeməklərə əlavə edə bilərsiniz və ya balla qarışdırıb istifadə edə bilərsiniz. Gündəlik rasionunuza kiçik miqdarda əlavə etdikdə enerjiniz artırdığını və bədəninizdən daha sağlam olduğunu hiss edəcəksiniz. Qanınızı təbii yollarla təmizləmək istəyirsinizsə, zəncəfil sizin üçün əla seçimdir. 5. Kətan toxumu. Kiçik görünsə də kətan toxumu bədən üçün böyük faydalara malikdir. Xüsusilə də qanı təmizləmək və damarları qorumaq baxımından əvəzolunmazdır. Kətan toxumu omega-3 yağ turşuları ilə zəngindir. Bu yağ damarların elastikliyini artırır, qan dövranını yaxşılaşdırır və toksinlərin bədəndən artmasına kömək edir. Eyni zamanda qanda pis xolesterol azaldaraq ürək və beyin sağlamlığını dəstəkləyir. Tərkibində liflər olduğu üçün kətan toxumu həm də bağırsaqları təmizləyir. Bu da qanın daha saf olmasına kömək edir. Onu gündəlik rasionunuza qataraq faydasını görə bilərsiniz. Səhərlər yoğurtla qarışdıraraq və ya sadəcə su ilə içərək istifadə edə bilərsiniz. Əgər qan dövranınızı gücləndirmək, damarlarınızı qorumaq və toksinlərdən xilas olmaq istəyirsinizsə, kətan toxumu əvəzolunmaz seçimdir. 6. Nar.
Nar sadəcə ləzzətli bir meyvə deyil, həm də qanı təmizləmək üçün ən güclü təbii vasitələrdən biridir. Onun tərkibində olan antioksidantlar qandakı toksinləri və ağır metalları təmizləyərək damarları sağlam saxlayır. Nar qanın duruluğunu artırır, dövranı sürətləndirir və ürəyə daha çox oksigen çatmasını təmin edir. Həmçinin damarların elastikliyini qoruyaraq tıxanıqların qarşısını alır. Bədəndəki iltihabı azaldır və immun sistemini gücləndirir. Narı təzə şəkildə yemək, suyunu içmək və ya salatlara əlavə etmək qan sağlamlığınızı qorumaq üçün möhtəşəm bir üsuldur. Əgər yorğunluq, halsızlıq və ya zəiflik hiss edirsinizsə, narı rasionunuza daxil edin və bədəninizdəki dəyişiklikləri hiss edin. Sağlam qal, sağlam bədən deməkdir. 7. Qırmızı yonca. Təbiətin ən güclü qan təmizləyənlərdən biri də qırmızı yoncadır. Bu bitki min illərdir ki, qan dövranı yaxşılaşdırmaq və damarları qorumaq üçün istifadə edilir. Qırmızı yonca bədəndən toksinləri çıxarır, qanın daha duru və təmiz olmasına kömək edir. Onun tərkibində olan təbii maddələr damarların elastikliyini artırır, qan təzyiqini təmizləyir və ürək daha sağlam işləməsini təmin edir. Eyni zamanda iltihab əleyhinə təsir göstərir və orqanizmin özünü bərpa etməsinə kömək edir. Bu bitki çay kimi dəmləyib içmək qan dövranı gücləndirir və bədənə daha çox oksigen çatmasını təmin edir. Əgər qanınızı təbii yollarla təmizləmək, enerjinizi artırmaq və sağlamlığınızı qorumaq istəyirsinizsə, qırmızı yonca sizin üçün əla seçimdir. Bədəninizin sağlam olması üçün qanınızın təmiz və duru olması çox vacibdir. Bu video sizinlə paylaşdığınız qidalar təbii yollarla qanı toksinlərdən təmizləyir, damarları qoruyur və orqanizmi yeniləyir. Əgər daha enerjili, sağlam və güclü hiss etmək istəyirsinizsə, bu qidaları rasionunuza əlavə edin və nəticələri öz gözlərinizlə görün. Unutmayın ki, sağlamlıq kiçik addımlarla başlayır. Əgər videonu bəyəndinizsə, videonu bəyənin. Bu mövzuda daha çox məlumat almaq üçün kanala abunə olun və bildirişləri aktiv edin ki, yeni videolarımızdan xəbərdar olasınız.